Salamlar hamıya. Bugün New English File kitabı iş dəftəri və Student Book Workbook'dan dərsimiz, növbət dərsimiz. Never smile at a crocodile. Yəni krokodil heç vaxt gülmür. Baxaq nədən gedir. Birinci kitaba baxaq. Would you survive? Nedir? Yəni survive həyatda qalmaq, yaşamaq deməkdir. We all enjoy seeing wild animals. Biz zövq alırıq baxanda çöl heyvanlarına, on the televizyondan. But what will happen if? Amma onlar nə baş verir if you meet onlar görüşəndə on real life, real həyatda. Do our animals quiz and see if you will survive. Necə həyatda qalırlar? What will you do? Deməli, if you were in the middle of a river and suddenly you saw a crocodile swimming quickly towards you. Əgər sən görsən çayda qəfildən krokodil üzür, yəni cəld nə edərsən? I will try. Görək hansı variant seçirik. I will try to swim to the bank as quickly as possible. Deyir, mən mümkün qədər üzərəm sahilə qədər. I will to move. Mən hərəkət etmərəm. I stay still. Dayanaram. I wait for. Gözləyirəm krokodil geçsin. I will try to hit. Mən qucaqlayaram krokodili üzündən. Əlbəttə ki, çıxıb gedərik. 2-yə baxırıq. What will do you do if you were in a forest and meşədə very large, çox geniş bir ayı gəldi, yanına nə edərsən? I will climb up the nearest tree. Yəni hücum etməliyik. I will lie on the ground. Yerin altına and pretend to be dead. Gözləri ölsün. I will run away. Cəld qaçarıq. Yəni hər bir variantda ayı bizi əslində tuta bilər. Would you do if you were in the middle of field and the ball start running toward? Nə olsa qaçarsan? I will run. Mən qaçaram. I will throw something in another direction. Başqa bir istiqamətə. I will shoot. Qışqıraram. Yəni mənim əllərimi işarə edərəm. Yəni hər bir variantı seçə bilər təbii ki. Speaking listening bizdə bu yoxdur. Ona görə sadəcə oxuyaq. Yəni səsə qulaq asmaqdır. Listening. Read a quiz and tick you answer ABC or həm partnerinlə seçirsən cavabları. Biz etdik. No listening survey episode. Do you choose the right answer? Hansı sual doğrudur? Listenerə yenidən qulaq as. Hansı sual səhvdir? Qrammar qaydamız keçən dəfə if-lə biz indiki zaman gələndə gələcək zaman olurdu. İndi isə if-lə keçmiş zaman gələndə gələcək gələcək keçmiş bitmiş would olur. Üstəgəl infinitiv gəlmə olur. What questions would you survive? Answer this question. Is the crocodile situation? Yəni krokodili olan situasiyada. One which could easily happen to you or on which not probably. Əlbəttə ki, yəni ki, mümkün deyil ki, baş verməsin. What tense of the goes after if? Answer bunu dedik, oxuduq. Vocabulary animals. Animals heyvanlar deməkdir. Answer the questions with a partner. Yəni partnerinizlə bu sualı bir-birinizə verib cavab verə bilərsiniz. Do or did you do indiki zamanda did keçmiş. Have a pet. Pet ev heyvanı deməkdir. Evcil heyvan. Deyirsən evcil heyvanın var. What nə? Yəni nə varsa. What's the most dangerous animal in your country? Deyirsən şəhərdə təhlükəli heyvan var. Bunların cavabları qısa cavablardır. Hə, yoxlandı. Yəni yes I do. Yes I no I don't. What's your favorite film about an animal? Heyvanlar haqqında nə film bilirsən? What's your favorite cartoon animal? Heyvanlar haqqında nə multik bilirsən? If you went, əgər sən istəyirsən on a safari, what animal would you most like to see? Hansı heyvanı görmək istəyirsən? Are there any animals or insects you are really afraid of? Hansına həqiqətən qorxursan? If you were an animal, would you like to be? Hansına əgər sən heyvansan, hansı heyvanı yəni xoşlayarsan da görsən? Vocabulary deməli yenə davam edirik, oxuyuq. Speaking yenə bizdə yoxdur. Səs oxuyaq. Choose 5 questions and ask your partner. Yenə partnerinizlə bir-birinizə sual verib cavab verirsiniz. What will do you if there was a mouse in your bedroom? Yatağında sıçan görsən. If you driving an bee or wash come into care. Maşın sürəndə və ya speeding but
which veya which that famous for sharks hücum edersen məşhur. If someone offered əgər nəsə kimsə offered hücum etsə alsa of quote if you went əgər sən istəyirsən your friends olsan dostun evinə yeməyə and they gave sən verməlisən your horse meat ona at əti. Nə əlaqə? If your neighbor's dog barked all night axşam if a foreigner asked to you look after the cat or dog. Pişik yoxsa it. İndi baxaq bura. Reading. Can you remember the best way to survive? Krokodil həyata qalmaq üçün necə hücum edir? Read article deməli bunu dedik. False true seçirik. İndi bizdə yoxdur da səs. Ona görə biz təxmini baxaq oxuyacaq sadəcə. The Australian crocodile is bigger. Avstraliyan krokodili is bigger olur başqa növlərə nisbətən as a kind. Crocodiles can run faster than horse. Krokodil cəld qaçır ata nisbətən. Krokodil yalnız ata hücum edir you. If you əgər sən sudasansa in the water. The German turistlər did not know bilmirlər. Might be crocodiles in the lake göldə olur o krokodil. The crocodile also həmçinin attack edir qız dostlarına. The Australian boy was killed öldürür oğlan deyir. Nə vaxt ki o və onun dostları istəyir üstündən çayda. His friends, onun dostları escape by climbing, ağaca dırmaşır. Norman Vasquez aunt deyir ki, Normanın xalası hücum edir by krokodilə. She hit o deyir, qucaqlayır onun burnunu. And it opened, açır ağzını. Bunlardan hansı düzdür, hansı düz deyil? Əslində səsə qulaq asıb bilməliyik. Bizdə səs yoxdur. Gəlin mətni oxuyaq, bəlkə taparıq. The Australian crocodile, last crocodile in world, ən böyüdür. Deməli bu düzdür, elə demişdi çünki birinci söz. It can grow up to 7 meters, 7 metrdir uzunluğu. 1000 kilodur və ağzı böyükdür. What makes crocodile təhlükəlidir deyir. Them usually həmçinin attack edir suda, qəfildən, çayda insanlara və qaçır insanlar 17 kilometr. Every year hər il Avstraliya krokodili hücum edir insanlara. 2 il əvvəl 24 German turisti öldü. Nə vaxt ki ayda onlar üzərində hücum edib. Alzos baxmayaraq ki things warning people might be crocodile. Onun qız və onun dostları qərar qəbul etdi ki üssünlər. Deməli qəfildən deməli səhər onun bədəni tapıldı. 4 metr krokodil 4 kilometrdən. And only last month yalnız keçən Avstraliya oğlan baxdı. Öldürdü krokodili. Nə vaxt ki o dağda elə bil ki çaya gəldi. Zeklam hücum etdi ağaca, yəni dırmaşdı ağaca. Qaldı 22 saat orada. 22 horse crocodile wait below. But you can, amma deyir survive sən bacarmalısan sağ qalmağı. Krokodil attack hücum edəndə. Last year Norman Pascoe 9-year-old was saved from a crocodile when his aunt is it nose. Onun burnunu qucaqladı. Norman aunt dedi, I hit it and I should qışqırdı kömək. Ay crocodile suddenly qəfildən ağzını açdı. Görürsüz və mənim yeni escape'dim. Covizitex bunu elədi. Nullovaçıstı. Bunu da oxuduq. Bu qədər. Burada da mahnıdır song. Heyvanlar haqqında mahnı. Bizdə yoxdur. İndi keçək bura. İş dəftərinə. Deməli zamanımız dedik ki if-lə keçmiş olur. Digər tərəf isə would-la olur. If C nə olur keçmişdə? Saw olacaq. Bu tərəf isə would be olacaq. Aha, gördünüz I saw burada da would oldu. No-nun keçmişi new'dur. Sadəcə would artırdıq. Feili dəyişmirik. Feil olduğu kimi qalır ikincisi də. Burada da do did oldu. Burada da be'nin keçmişi əmizarın keçmişi yəni was'dur. Tək olduğu üçün ikincisi də was. Would oldu bir tərəfdə. By'ın keçmişi bought. Heç oxuyub tərcümə etməyə ehtiyac yoxdur. İndi baxırıq bura. What is the words the complete sentence ask questions? Deməli sualların cavabını görək, düzəldirik. If I saw shark
I had be very fine. İndi burada necə qoyuruq? What? Aha, burada nə qoyuruq? Deməli, what baxırıq do you sualımız. Do you keçmişdə so, çünki bu hissədə if olmayan hissədə keçmiş olur. Sonra if you görürsüz if you would F-yə. Would oldu if olan hissə. Sonra burada baxırıq he had go could sailing keçmiş zaman. Sonra if-də isə would olacaq. If he would swim. Çünki if she would bought new yox, if varsa deməli keçmiş o would buy new clothes. If she had won görürsüz keçmiş zaman qazanmaq win won lottery. 5-də what to Colton say if people ne yazmışam cümləyə baxım. If they watch TV. Sonra I had where you if doctors deyir ki sən if you, doctors burada doktorsdur. If would you go to doctors. 2-yə baxırıq. Pronunciation words. What's the first in the correct test group? Afraid deməli qorxmaq, animal heyvan, attack hücum, chicken toyuq, krokodil bilik. Two syllables, street on first syllable, open. Two syllables, stress on second syllable. Hansı heyvan nə qədər edir mən bilmirəm. Gəlin baxaq. Bu əslində elə də vacib bir şey deyil. Vurğu ilə hecadır. Yəni bu düşmür də ingilis dilində. Məsələn, two syllables stress on first syllable. Yəni iki heca, vurğu birinci hecada. Nümunə məsələn open. Və ona oxşar burada cavab məsələn chicken'dır, insectdir. Digərində iki heca, vurğu ikinci hecada, afraid'dir, attack'dır. Üçüncüdə üç heca, vurğu birinci hecada, finaldir. Final sözü animal, krokodil. Dördüncüdə üç heca, vurğu ikinci hecada direction yazıblar. Ona da uyğun Moskvit safaridir. Yəni belə şey mənası yoxdur. Onu düşünmürsünüz da. Necə ki Azərbaycan dilində yəni bir dənə sual düşürsə, ingilisdə heç o da düşmür. Vocabulary animals tərcümə lüğət heyvanlar, tapşırıq crossword tamamla, kompleks crossword. Across gördüyünüz kimi close across üfüqi deməkdir. Üfüqi. Dovun şaquli. Şaquli bilirik ki belədir, üfüqi də belə. Aha, indi baxırıq. Birinci nədir? Birinci B-yə ayıdır. Sonra ikinci şəklimiz tiger pələngdir. Üçüncü şəklimiz elephant fildir. Dördüncü şəklimiz yox. Üçüncü idi fil. Yox, elephant 4-dür, tiger pələng 2-dir. Dedik sheep. Sheep. Sheep hanı 4. Mən şifadır burada. Butterfly kəpənəyi birincidir. Lion şir üçüncüdür. Bird quş gördüyünüz kimi. Horse da at buradadır və bunları crossword uyğun. Məsələn 6-cını seçir horse yazırıq buradan. İkinci məsələn dedik tigerdir buradan yazırıq. Belə uyğunlaşdırıb yazırıq. Bu dərs bu qədər.